Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda marşruta məktəbə yaxın, bax belə bir 2 mərtəbəli 5 otaqlı həyət evi satışdadır. Onu da qeyd edim ki, evin aşağı hissəsində də geniş bir obyekti var ki, yəni obyekti də əlavə arendaya da vermək mümkündür. Bu evin bax belə bir darvazası. Evin buradan içəri tərəfini görüşünü göstərim. İndi isə obyekti göstərim. Bax, marşrut bax düz bu yoldan keçir. Baxın, bax, bu ise evin üst görünüşü. Marşrutda qeyd etdiyim ki, bax, bu yoldan keçir. Obyekt evin altı obyekt, üstündə isə yaşayışıdır. Birinci mərtəbədə bir otaq, kuxna, hamam, tualet və ikinci mərtəbədə də 4 otağı yerləşir və mətbəx otağı da yerləşir. İndi isə obyektin. Burası evin həyəti. Göründüyü kimi geniş bir həyəti var. Rahatla həyətinə bax, belə bir navesta düzəlib üstü, maşın girdi. Burada isə oturmağa, eləməyə də bax, yeri qalır. Həyəti genişdir. Kombi aparatı var hazır vəziyyətdə. Yaşayışlı evdir. Ev yaşayışlı evdir. Sənədlər də tam qaydasındadır, ipotekaya da yararlıdır. Qeyd etdim ki, ev 5 otaqdan ibarətdir. Birinci mərtəbə daxil olduqda dəhlizi, ikinci mərtəbə qalxmaq üçün pilləkən və pilləkən altında da bax, belə bir qarqırıb yeri var ki, müəyyən əşyaları yerləşdirmək olar. Birinci mərtəbədə bax, bir otağı, bax, belə bir otağı var. Və bura isə birinci mərtəbədən bax, obyektə də keçməyə yer var ki, bax, belə bir 60 kvadrat. Bax, belə bir geniş obyekti var, kamerası var obyektin. Biri bu yandadır kamera, digər isə bax, burada yerləşir. Bax, belə bir geniş kamera obyekti. Çıxışıdakı birbaşa yola çıxır və marşrutda qeyd etdiyim kimi bax, bu yoldan işləyir. Sənədlər də tam qaydasındadır qeyd etdiyim kimi. Və birinci mərtəbədə yerləşən hamam otağını göstərim. Metlaq kafelli. Evin qiyməti də çox münasibdir. İkinci mərtəbədə 4 otaq yerləşir. Bura bir yataq otağını qeyd edim ki, evin əşyaları da evdə qalar və yalnız bura mətbəxi, texniki avadanlıqlar və divan götürüləcəkdir. Göründüyü kimi geniş bir mətbəxi var. Döşəməsi taxtadır. Bir daha buranı göstərim ki, bu əşyalarına görə mebellər də yenidir. Burada ikinci bir yataq otağı. Burada isə üçüncü bir yataq otağı. Göründüyü kimi ev təmirlidir. Əşyalar da yenidir. Belə bir yataq otağı. Bura isə zal otağı. Geniş bir zal otağı var. Əşyalar da qeyd etdiyim kimi və əşyalar belə göstərirəm. Diqqətlə əşyalara da baxılsın ki, bu əşya texniki avadanlıqlar və bir də bax, bu divan götürüləcəkdir. Evin başlanğıc qiyməti 160.000 manat deyilir. Yəni real alıcıya endirim olunacaqdır.